tamaşaydı. Bu ne tamaşaydı. Bu ne tamaşaydı bu. Tamari dostlar. Mən nə qədər çalışdım, bacarmadım, amma halal olsun. Siz Muradı ağlatmağı bacardınız, həm də özünüz də göz yaşları içindəsiz. Bu ne tamaşaydı. Boşu boşuna adama prodüser demirlər. Səni istəyirəm ayaq üstə alqışlayın Murad. Bu ne gözəl tamaşaydı. Bu ne gözəl ifa idi. Sən bayaq bir dənə söz dedin, əcdahadır. 7 başlı əcdahasan sən. Təbrik eləyirəm, sözüm yoxdur. Mən bir anlıq elə bildim ki, Bakıda deyiləm, ümumiyyətlə. Və çox bahalı milyonlar əyləşib. Hamı belə uzun paltarda, babuçkada, vay vay. Belə başqa yerdəydim hal-hazırda mən və sən məni oralara aparıb gətirdin. Təşəkkür edirəm. Çox sağ ol. Eldar buyurun. Eldar. Mən bilmirəm nə deyim. Mən təbrik eləyirəm. Sadəcə təbrik eləyirəm. Burada artıq sözə ehtiyac yoxdur. Bu mahnını oxuyanda mən düşünürəm ki, tək Tamari ən daxildən bilir hansı hisslər keçirir və bilmirəm, sizə əhsən sadəcə. Mahnı çıxış hamımızı sanki olsunlayıb, belə hər kəsdə bir qəribə belə minor notları var. Zülfiyə xanım. Razıyam, olsunladı Tamari. Tamari bu 2-3
3 dəqiqəlik çıxışında bütün dünyanı, bütün dünya insanlarını mərhəmətə, saflığa, barışa, sülhə çağırdı öz ifası ilə. Muradın komandasından olan Tamari elə belə də olmalıydı. Çünki burada Murad Arif var. Muradın özündə əgər kövrəlməyi Tamari bacardısa, mən Tamarini ürəkdən təbrik edirəm. Hamımız düşündük. Ayrıldıq problemlərimizdən, qayğılarımızdan, hansısa bir keşməkeşli, kimisə hansısa həyatında nəsə varsa, biz, yenə deyirəm, mərhəmətə çağırdı. Bütün burada əyləşənləri və ekran qarşısında əyləşən tamaşaçıları təbrik edirəm. Zülfiyə xanımın sözlərinə qüvvət, Tamari bu ifası ilə bütün dünyanı sülhə, bütün insanları mərhəmətə çağırdı. Biz də onu birazdan çağıracağıq. Seçim məqamında hələ ki kulisə yollayırıq.